Cabir Qorxmazoğlu İmanov 1976-cı il iyun ayının 22-sində Bakı şəhərində anadan olub. Uşaqlıq illərini Bakıda keçirib. Cabir İmanov 1992-2001-ci illərdə məşhur Parni iz Baku KVN komandasının üzvü olub. Komediya yarışmalarında çıxışlar edib və komanda ilə birlikdə müxtəlif uğurlar qazanıb. Onu tanıdan əsas rolu isə Məhəllə filmindəki Eliş obrazı olub. Cabir İmanov 2005-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 2001-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafına verdiyi xidmətlərə görə tərəqqi medalı ilə təltif edilib. Əməkdar artist 2025-ci il sentyabr ayının 29-da paytaxtdakı idman zalında qəfil ürək tutmasından vəfat edib. Cabir İmanov həm dövlətə xidmət etmiş bir zabit, həm də xalqın sevimli aktyoru idi. İnsanlara gülüş, həm də fədakarlıq bəxş etdi. Bu gün o aramızda olmasa da qoyduğu iz silinməzdir. Onun xatirəsi daim yaşayacaq.